Texnologiya milyarderi Elon Musk'ın X platformasına paylaşdığı son fikir böyük rezonans doğurdu. Musk sual verir. Birləşmiş Ştatlarda əhalinin 80%-ni həqiqətən təmsil edəcək yeni bir siyasi partiya yaratmağın vaxtı çatmayıb. Bu paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Bir çox istifadəçi Musk'ın təklifini dəstəkləyib, Birləşmiş Ştatlarda siyasi alternativə ehtiyac olduğunu vurğulayıb. Digərləri isə bu fikrin real olmadığını, mövcud sistemin 3-cü partiyanın uğur qazanmasına imkan vermədiyini bildiriblər. Görünür, Elon Musk da əldə etdiyi güclə kifayətlənmir və daha çoxunu istəyir. Maraqlı olan isə odur ki, Musk'ın dövlət daxilində iqtidara qarşı mübarizə aparmağa gücü varmı? Washington milyarderlə bağlı hansı tədbiri görəcək? Süjetimiz var. Tesla və SpaceX-in sahibi Amerikalı iş adamı Elon Musk Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'la arasında yaranan gərginlikdən sonra Amerika Partiyası adlı yeni siyasi partiyanın yaradılması ideyasını ictimaiyyətlə bölüşüb. O bu barədə ilk sosial şəbəkə hesabında paylaşım edib. Amerika Birləşmiş Ştatlarında həqiqətən 80%-i təmsil edən yeni bir siyasi partiya yaratmağın vaxtı çatıbmı? Deyə Musk X hesabında sorğu yerləşdirib. Sorğuda iştirak edənlərin 80,4%-i Musk'ın sualına 19,6% isə yox cavabını verib. Xalq danışdı. Amerika Birləşmiş Ştatlarında 80%-i təmsil edəcək yeni bir siyasi partiyaya ehtiyac var və insanların düz 80%-i buna razıdır. Bu qismətdir, deyə Musk yazıb. Təbii ki, indiki mərhələdə milyarderin bu fikirləri Amerika Birləşmiş Ştatlarında siyasi sistemin iki partiyalı modeldən uzaqlaşması barədə yeni müzakirələrə də səbəb olub. Amma diqqətdə saxlanmalı və Musk'ın ehtiyat etməli olduğu bir neçə nüans var. İlk olaraq milyarderin Trump'a qarşı çıxması ona baha başa gələ bilər. Çünki Musk Trump sayəsində ölkə daxilində keçirilən bir çox tenderlərdə qalib gəlib. Eyni şəkildə milyarderə gücünü artırması üçün bir sıra şərait də yaradılıb. Odur ki, Trump və administrasiyası əleyhinə çıxışların Musk'ın əldə etdiyi bir çox güzəştlərdən məhrum olmasına, hətta milyarderə qarşı bəzi qadağaların qoyulmasına da səbəb ola bilər. Bu da yaxın gələcəkdə Musk'ın milyardlarla dollar pul itirməsinə, səhmlərinin aşağı düşməsinə, şirkətləri daxilində gərginliyin artmasına gətirib çıxaracaq. Problemlər, bu qarşıdurma, Elon Musk'ın yeni partiya yaratmasına və ölkədə geniş kütlə tərəfindən dəstəklənməsinə gətirib çıxaracaqmı? Açıq mən bunu düşünmürəm. Şirkətlər kifayət qədərdir. Elon Musk'a Amerika Birləşmiş Ştatlarında çox böyük imkanlar yaradılıb. Bir iş adamı kimi ayrı-ayrı tenderlərdə məhz Tesla və onun şirkətləri, digər şirkətlərinin aparıcı mövqedə olması istiqamətində addımlar atılıb və bu günləri onlar çox rahat şəkildə belə deyək, bloklana bilər. Digər tərəfdən Musk'ın öz sosial şəbəkəsində keçirdiyi anketdə qalib gəlməsi və bunun üzərində dövlətlə dövlətçilik oyununa girməsi mənasızdır. Çünki sorğuda iştirak edənlər Musk'ın izləyiciləri və sevənləridir ki, bu da Amerika Birləşmiş Ştatları əhalisinin müəyyən bir qismini təşkil edir. Ümumi Birləşmiş Ştatlar əhalisində isə Trump hakimiyyətə gələndən bəri milyarderə qarşı nifrət var. Hətta bir müddət əvvələdək Tesla avtomobillərinə kütləvi hücum aksiyaları belə keçirilirdi. Odur ki, öz şirkətlərini və ideyalarını kənara qoyaraq siyasətə atılan və daha sonra ilk qarşıdurmada öz partiyasını yaradacağını deyən Musk 300 ildir köklü partiyaları olan respublikaçılar və demokratlara qarşı heç bir ciddi həmlə işlədə bilməz. Hətta partiyanı yarada bilib-bilməyəcəyi belə sual altındadır. Dövlətə qarşı çıxan məşhurların evlərində anidən ölü tapılması faktları ilə ad qazanmış bir ölkədir. Bütün bunların fonunda görünür xalqın etirazları, dövlətin ciddi təzyiq göstərəcəyi təqdirdə böyük güc itirəcəyinin fərqində olan Elon Musk'ın partiya yaratmaq istəyi elə X sosial şəbəkəsindəki paylaşım olaraq qalacaq. Önümüzdeki dönemde Elon Musk'ın yeni bir siyasi parti ile sahaya çıkabileceği yönündeki beklentiler çeşitli anketlere de yansıdığı görülmektedir. Fakat Elon Musk'ın açıklamalarına göre büyük bir kesim Musk'ın siyasi parti kurması konusundaki desteğini açıklıyor gibi görünse de bağımsız kaynaklar bu konuda Elon Musk'ı yalanlamaktadır. Çünkü Amerika kamuoyunda Elon Musk'ın bir iticiliği ortaya çıkmıştır ve Elon Musk'ın siyasi parti kurması ya da siyaseten sahneye çıkması halinde
başarılı olması pek de beklenmemektedir. Bu arada Insider Telegram kanalının mənbələrə istinadən verdiyi məlumata görə Trumpla Musk arasındakı münaqişə əsl dava deyil. Strateji səhnələşdirmənin bir hissəsidir. Musk demokratlar və respublikaçılardan yorulan insanlara yönələn yeni siyasi güc ideyasını irəli sürür. Bu, onun öz partiyasını yaratmaq və ya özünün dəstəklədiyi namizədin irəli sürülməsi üçün hazırlıqdır. Trumpla açıq mübahisə Musk'ın müstəqil kimi görünməsinə, Trumpa isə böyük korporasiyalardan uzaqlaşaraq xalq adamı obrazını qorumağa imkan verir. Əslində isə onlar eyni partiyada oynamağa davam edirlər, sadəcə fərqli auditoriyalar üçün.